Əziz və dəyərli izləyicilər, sizinlə mənəm video bloger Böyük Ağası Hüseynov Sabirabad Media gündəminin təşkilçisi baş redaktoru. Sabirabad rayonu Heydər Əliyev prospekti 2 Bayraq Muzeyinin qarşısındayım. Gülmuğar Regional Məşğulluq İdarəsinin mənə verdiyi məlumatı sizlər üçün səsləndirirəm. 22 oktyabr 2025-ci il saat 10:00-da Sabirabad rayonu Heydər Əliyev prospekti 2-də Qalağayın dairəsi deyilən bir ərazidə bu gözəl Bayraq Muzeyinin qarşısında 20 müəssisədən 120 vakansiya üzrə burada tədbir keçiriləcək. Əziz və dəyərli izləyicilər, işsiz və iş axtaranların nəzərinə bunu çatdırmaq istəyirəm ki, videonu maksimum dərəcədə bəyənin və paylaşın ki, ehtiyac sahibləri ola bilsin ki, onlar işə ehtiyacı olanlar ki var, onlar sabahları şəxsiyyəti təsdiq edən sənədlə yaxınlaşsınlar, Bayraq Muzeyinin qarşısında olan tədbirdə iştirak eləsinlər. Onlara uyğun və onların arzusuna uyğun burada vakansiyalar olsa, şəxsiyyət vəsiqəsi ilə yaxınlaşsınlar, işlə təmin olunmağında köməklik olunacaq. Və bu tədbiri təşkil etməkdə əməyi və zəhməti olan hər bir şəxsə bir vətəndaş olaraq təşəkkür və minnətdarlığımı bildirirəm ki, belə bir gözəl aksiyanı Sabirabad rayonunda təşkil edirlər, işsiz və iş axtaranlar işlə təmin olunurlar. Sağ olun, var olun.